Bəzi sahibkarlar isə natəmiz çimərlikləri bizə rəva bilir. Belə olmasaydı, əməkdaşımız Vəfa Təyyar qızı baş çəkdiyi dəniz kənarını təmiz vəziyyətdə tapardı. Amma nə yazıq ki, fakt faktlığında qalır. Çimərliklərdə antisanitar vəziyyət hökm sürür. Belə bir deyim var, həmişə təmizlikdə. Elə görünür bəzi adamlar da bu deyimə sadiq qalıb, ya gələn kimi üst tuturlar çimərliklərə. Təmiz suda çimdiklərini zənn edib, bu azmış kimi müxtəlif xəstəliklərin də daşıyıcısına çevrilirlər. Elə sahil boyu antisanitar vəziyyətin hökm sürdüyü Şıx çimərliyindəki mənzərə də bunu deməyə əsas verir. Çimərliyin sahilində selofan, plastik su qabları, hətta lazımsız geyimlərədək hər şeyi görmək olar. Nəzərə alsaq ki, bu tullantıların hər biri külək və dalğaların təsiri ilə dəniz suyuna gedib çıxır, o zaman sağlamlığımızın da ciddi təhlükə altında olduğunun fərqinə varmaq çətin deyil. Bir sözlə, öz əlimizlə özümüzə xəstəlik qazandırırıq. Bu mənzərədən ürəyə açılanlar da var, bulananlar da. Çinmişik, neçə ildir gəlib getdiyimiz yerdir bura. Qəşəkdir. İranlı qonaqdan fərqli olaraq paytaxt sakinləri üçün bu cür antisanitar vəziyyət dözülməzdir. Tullantıların hara və necə gəldi atılması bir kənara, üstəlik üfunət iyi də onları təmiz havadan məhrum edib. Digər çimərlik sahələri özəlləşdirildiyi üçün məcbur olub bu şəraitdə istirahət edirlər. Bu özümüzü bu, soyunublar atıblar buralara. Giriş 4 manat, stol 10 manat, lejanka 3 manat, 5 manat. Bunlar hamısı şərtdir. Bitkiyə də çörək yerində 40 manat, 50 manata çıxır. Antisanitar vəziyyət paytaxtdakı digər çimərliklərdə də müşahidə olunurdu. Bakı və Abşeron yarımadasındakı çimərliklərdə aparılan monitorinqlər zamanı dəniz suyunda bakterioloji çirklənmə müşahidə olunub. Bunlardan biri də sahil çimərliyidir ki, məhz bu çimərlikdə də bağırsaq çöpünün miqdarından artıq olduğu aşkarlanıb. Çimərliyin sahilindəki zibil topaları monitorinqlərin nəticəsini bir daha sübuta yetirirdi. Bəlkə də elə bu səbəbdən idi ki, bəzi paytaxt sakinləri bura sadəcə dənizə tamaşa etməyə gəlmişdi. Daha natəmiz suda çimməyə yox. Paltar dəyişmək üçün, dəyişmək üçün heç bir şey yoxdur. Gördüyünüz halda zibil qutuları da yoxdur ki, hər hansısa bir zibili istifadədən sonra atılsın. Dənizin içərisi də hal-hazırda mən özüm dünən çimmişəm burada, çox pis vəziyyətdədir. Sahil çimərliyində çimənsə tək insanlar deyildi, həm də sahil boyu uşaqları gəzdirmək üçün nəzərdə tutulan bu at idi. Heç şübhəsiz bu cür malqaranın, atın və digər canlıların təmiz su hövzəsində çimməsi yol verilməzdi. Elə buna görə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dənizdə çimərək istirahət edən şəxsləri diqqətli olmağa çağırır. Biz dəniz suyu nümunələrinin, vəba törəcilərinə görə də monitorinqlərini, yoxlamalarını keçiririk. Və yekun nəticəyə görə biz qeyd etdiyimiz ərazidə, Səbaha rayonu, bir daha qeyd edirəm, Səbaha rayonu arasında Şıx çimərliyi və Qaradağ rayonu ərazisindəki sahil çimərliyində vətəndaşların çimməsi məqsədə uyğun saymır. Hər halda məsləhətli don genolar deyiblər. Odur ki, deyilənlərə əməl edin ki, bu istirahət sizin sağlamlığınız bahasına başa gəlməsin.